Bax bu Atena şirkətinin ayranını almışam. Götürdüm səhər-səhər bax uşağa tökdüm bax belə stəkana. Uşaq deyir ki, nəsə içindən çıxdı, düşdü ora stəkana. Yoxlamaq üçün götürdüm bax belə. Yəni qaba bir boş qaba boşaltdım. İçindən bax gördüyünüz kimi diş qurdalayan çıxıb. Ay bu Atenanı buraxan, sən heç utanırsan, hə? Bu nə məhsuldur? Bu nə məhsula nəzarətdir? Biz bunu kimsə içsəydi, onun boğazına getsəydi necə olacaqdı, hə? Ha, pul qazanırsınız, kişi kimi qazanın da, bir nəzarət eləyin. Qida Təhlükəsizliyi Agentliyi, mən bax sizə üz tuturam. Siz məni çox qəşəng tanıyırsınız. Bilirsiniz ki, mən yəni ki bir qrupun yaradıcısıyam. Dadlı Dünya. Yəni ki siz də həmin o qrupun üzvüsüz. Bu nədir belə? Yəni bu siz belə nəzarət edirsiniz bunların bu istehsalat prosesindəki düz, yəni ki kefir butulkasının içində Atena istehsallı kefir butulkasından bax bu cür nə bax belə diş qurdalayan çıxır. Özü çox güman ki işlənilmiş diş qurdalayandır. Hə?